Dedik ki, baxın, dəyişkənliyin iki forması var. İrsi dəyişkənlik, bir də qeyri-irsi dəyişkənlik, yəni modifikasiya dəyişkənliyi. Qeyri-irsi dəyişkənlik haqqında danışdıqda yadınızdadır. Hı hı. Dedik ki, Bəli, irsən nəslə ötürülməyən dəyişkənlikdir. Bax, bu dovşanın tükünün misalında. bəli. Kəpənəklər. Və burada reaksiya normasından danışdıq ki, yəni həm maksimum və minimum həddə olanlar az yaşayırlar, orta, normal həddə olanlar isə daha yaxşı ətraf mühitə uyğunlaşırlar. Hı hı. Mutasiya nədir? Bəs mutasiya anlayışını ilk dəfə elmə Defriz gətirmişdir. Mutasiyanın irsi dəyişkənlikdir. Yəni genlərdə baş verən, xromosomlarda baş verən dəyişkənliklərdir. Və bunun üç forması vardır. Xromosom mutasiyası, genom mutasiyası və gen mutasiyası. Hı hı. Baxın, bu şəkildə gördüyümüz canlılar var ki, iki başlı dana, məsələn, o kök, ilan, bunlar hamısı məhz mutasiya nəticəsində alınmış canlılardır. Xromosom mutasiyası nə deməkdir? Xromosom mutasiyası xromosomlarda baş verən dəyişilmələrlə əlaqədardır. Baxın, yadda saxlayaq ki, xromosomun sayında yox, xromosomun özündə baş verən Hı dəyişikliklərlə hı. əlaqədardır. Yəni, xromosomun sayının dəyişilməsi genom mutasiyalarına aiddir. Hı hı. Məsələn, baxın, tutaq ki, DNT üzərində genlər şərti olaraq A, B, C, C, D, Y kimi işarələnir. Əgər burada sahənin ikiləşməsi baş verərsə, bu xromosom mutasiyası. Baxın, 2C, Hı hı. sonra sahə çatışmazsa və ya görürsünüz Hı hı. D itib və yaxud da 180 dərəcə genlərin yeri dəyişir. Hı Və hı. yaxud da qeyri-homoloji xromosomlarda yerləri dəyişir. Görürsünüz, Y ilə K Hı bu hı. MK ilə DY yerini dəyişdi. Digər homoloji Hı hı. işte ondakı da digərini. Bu xromosom mutasiyası. Yəni bu adi bir şey kimi görünsə də çox ciddi orqanizmdə dəyişikliklərə səbəb olur. Hı Yəni hı. genin birinin yerinin dəyişməsi belə orqanizmdə çox ciddi dəyişikliyə səbəb olur. Buna xromosom mutasiyası deyəcəyik. Genom mutasiyaları isə xromosom sayının dəyişilməsi qədərdir. Hı Bir hı. xromosom sayı bir neçə vahid arta və azala, bu aneuploidiya deyirik. Bir də var xromosom yığımı bir neçə dəfə artar, buna Aha. poliploidiya deyirik. Məsələn, poliploidiyaya bitkilərdə rast gəlinir. Məsələn, heyvanlarda Aha. demək olar ki, rast gəlinmir. Orqanizmdə xromosom yox. Məsələn, biz bitkilər kisəndə deyəcəyik 3N olur, 4N olur, tetraploid olur, hətta daha artıq ola bilər. Hı hı. Ancaq xromosom saylarının bir və ya bir neçə vahid artıb azalması, məsələn, bu nə ilə bağlı olur? Meyoz prosesi zamanı xromosomların qütblərə normal Hı paylanmaması hı. bağlı olur. Yəni, birinə daha çox keçir, bir vahid, birində isə daha az qalır. Məsələn, insanda Down sindromu, bu bilirik ki, normada insanda 46 olur, amma onlarda 47, bir vahid artır. Şeşevski-Terner var, indi keçəcək irəlidə. Bunlarda isə bir vahid az olur. Yəni, bunlar qadın olur həmişə, bu sindromu. Aha. Və onlarda bir X xromosomu olur. Yəni, 22 cüt xromosom, autosom öz yerində var, amma Hə. cinsiyyət xromosomu ki, 23-cü cüt 2 dənə xromosom olmur, XX. Hə. Bunlarda bir dənə X olur, biri olmur. Ona görə 45 xromosom Aa. olur və bu da indi o haqda danışacaq. Bir də var gen mutasiyaları. Gen mutasiyaları bunlara biz nöqtəvi mutasiyalar da deyə bilərik. Ancaq işıq mikroskopu ilə deməli, elektron mikroskop ilə daha çox deməli, bunlar öyrənilir. Deməli, bu gen mutasiyası adından da göründüyü kimi DNT nukleotidlərində baş verən dəyişilmələrlə Hı əlaqədardır. hı. Yəni, biz dedik ki, DNT-də nukleotidlər amin turşu ardıcıllığına uyğun yerləşir də. Axı, məsələn, DNT-də Aha. dedik ki, məsələn, 3 dənə nukleotid bir triplet əmələ gətirir. O tripletdə bir amin turşusunu kodlaşdırır. Əgər o nukleotidlərdən yer dəyişmə baş verərsə, o zaman yeni bir amin turşunun, yeni bir zülalın sintezinə səbəb olacaq. Başa düşdünüz? Hı Yəni, hı. bir nukleotid belə yerini dəyişirsə, o həmin amin turşusunu yox, başqa amin turşusunu kodlaşdıracaq və ona görə də yeni bir zülal sintezi gətirir. Burada orqanizmdə çox böyük mənfi təsirlər gətirib çıxaracaq. Bu gen mutasiyaları. Aha.
Bir də var somatik mutasiyalar. Somatik mutasiyalar somatik hüceyrələrdə deməli baş verir və Aha. burada cinsi çoxalma zamanı nəsli ötürülmür. Çünki somatik hüceyrələrdə baş verir axı. Başa düşün. Məsələn, Aha. bitkilər vegetativ yolla çoxalanda ötürülə bilər nəsildən nəsilə. Ancaq bu yolla ötürülə bilər. Yəni somatik mutasiyalar cinsi yolla nəsildən nəslə ötürülmür. Sadəcə olaraq bitkilər vegetativ yolla. Çünki vegetativ çoxalma nədir? Somatik hüceyrələrlə olur da. Bildiyiniz Aha. nə deməkdir vegetativ bitkilərdə? Aha. Məsələn, yarpaq vasitəsilə çoxalma və yaxud kök vasitəsilə, gövdə vasitəsilə, çiliklərlə. Baxın, bu vegetativ yolla çoxalmaqdır. Bir var bitkilərdə cinsi çoxalma var, bir də var vegetativ yolla. Bu somatik mutasiyalar məhz somatik hüceyrələrdə baş verdiyi üçün bu ancaq bitkilərdə vegetativ çoxalma olarsa, ilsən nəsli olmazsa nəsli ötürülmür. Elə həmin fərdin qalır. Baxın, gen xəstəliklərindən bir talasemiyadır. Talasemiya deməli irsi qan xəstəliyidir, resessiv olaraq ötürülür və autosom xromosomlarda deməli bir gendəki baş verən dəyişikliklər zamanı meydana çıxır və bu xəstəlik zamanı nə olur? Bilir ki, hemoqlobin sintezi pozulur, yəni qan aşağı, yəni qan dəyişikliyi, qan azlığı yaranır və bu insanlara qan köçürülür də hər ay. Qan köçürülməsi yaşaya bilməsi. İki forması var. Bir var talasemiya daşıyıcısı, bir var böyük talasemiya, yəni xəstə olanlar. Yəni bunlar cinsi xromosomlarla əlaqəli deyil. Yadınızda bir, məsələn, sərpazlaşma yazanda deyirdi, X üstü və yaxud Y-in üstündə genlər yazır. Aha, bəli, bəli. O cinsiyyətlə ötürülən xəstəliklərdə yazır. Amma talasemiya cinsi xromosomlarla ötürülmür. Yəni autosom xromosomlarla ötürülür. O baxımdan əgər qadında da, kişidə də həmin o resessiv əlamətlər gəlib toqquşarsa, yəni bir qametdə birləşərsə, o zaman üzərində. Ona görə talasemiyalı xəstəliklərin qarşısını almaq üçün qohum nicahların da qarşısını almağa çalışırlar və Azərbaycanda da hal-hazırda qohum nicahları qadağa qoymasının ən böyük səbəbi talasemiyadır. Çünki talasemiya çox geniş yayılıb. Bu da qohum, çünki məsələn hər ikisində də o gen var, autosom və qohum olduqları üçün irsən gəlir də, var ikisində də. Aha, bəli. Məndikdə artıq o resessiv olaraq ondakı gendə ikisində birləşəndə bir yerə düşür və artıq uşaqlarda büruzə verir. Əgər həmin insanlar yad biri ilə evlənsə, o zaman meydana çıxmaz. Çünki daşıyıcı olaraq qalacaqlar sadəcə. Gen xəstəliklərindən biri əzələ atrofiyasıdır. Əzələ atrofiyası, baxın şəkildə gördüyünüz insanda bu şəkildə olur, yəni hərəkət qabiliyyətini itirir. Bu isə məhz zivallardan birinin sintezini təmin edən X xromosomda yerləşən genin öz funksiyasını yerinə yetirə bilməməsi ilə meydana gəlir. Yəni, əzələ atrofiyası X xromosomu ilə resessiv olaraq ötürülür. Kitabda da var, indi orada da oxuyasın. Burada deməli, o X xromosomunda bir gen var ki, o məhz bəzi zülalların sintezini həyata keçirir. O gen funksiyasını yerinə yetirə bilməyəndə bədənimizə lazım olan o əzələlərimizin işləməsini təmin edən o zülallar sintez olunmur. Bu zamanda əzələ atrofiyası meydana gəlir. Əzələ zəifliyir, iş qabiliyyəti aşağı düşür və adətən də 20 ildən artıq yaşaya bilmirlər. Bəzən isə daha tezliklərini dəyişirlər. Bu, deməli, X xromosomu ilə resessiv olaraq ötürülür. Kombinativ dəyişkənliyə baxaq. Kombinativ dəyişkənlik nədir? Yəni, bu kombinativ dəyişkənliyə nə səbəb olur? Birincisi, biz dedik ki, meyoz prosesində birinci profazada homoloji xromosomlarda crossing over baş verir. Yəni, bu crossing over baş verməsi məhz kombinativ dəyişkənliyə səbəb olur. Kombinativ dəyişkənlik nədir? Yəni, hansı ki, bizdən asılı olmadan təbii seçmək üçün bir tükənməz materialdır. Məsələn, xromosomlarda baş verən crossing over heç nədən asılı deyil, təsadüf olaraq baş verir.
təsadüf olaraq yeni bir əlamətlərin, genlərin birləşməsinə səbəb olur. Və bu da kombinativ dəyişkənlik nəyə görürlər? Yəni məsələn, mayalanma zamanı qan nöqtələrin təsadüfi birləşməsidir. Onu heç bir yolla əldə eləmək olmaz. Yəni təsadüf olaraq qan nöqtələri bir-birlə birləşir, yeni bir əlamətlər meydana çıxır. Sonra bölünmə zamanı xromosomların qütbləri çəkilməsidir. Bunun özü də hamısı kombinativ dəyişkənliyə deməli səbəb olan bir xüsusiyyətlərdir. Hal-hazırda yəni bu amniosintez müayinəsi geniş yayılmışdır. Bəlkə siz də eşidərsiniz. Hansı Aha, bəli. demək, uşaqda genetik xəstəlikləri müəyyən etmək üçün istifadə olunur. Yəni ananın qarnından döl ətrafı mayedən bir qədər götürülür və onun biokimyəvi və histogenetik müayinəsi aparılır və bununla məsələn Down sindromudur və yaxud da talessemiyadır özü, orakvari hücre anemiyasıdır. Bax, bunları müəyyən etmək olur və bir sıra hələ çoxlu genetik xəstəliklər var ki, onları da müəyyən eləmək olur. Düzdür, yəni bunu o adamlar etdirir ki, onun üçün fərqi var ki, yəni uşağın xəstə olarsa onu tələb eləyirlər. Amma əgər uşağının xəstə və sağlam olması onun üçün önəmi yoxdur, onu etdirmir çox vaxt qadınlar. Yəni o amniosintez uşağa heç bir necə deyərlər, fayda vermir də. Yəni o xəstəliyi sağaltmır bətnində. Sadəcə olaraq ana bilir ki, məndə uşağımda bu xəstəlik olacaq və yaxud olmayacaq. Yəqin ki, sizdə də Məndə başıma gəlib elə bir şey. Mən 6 ayında olanda həkim mənə dedi ki, biz nəsə burada kölgə görürük. Nə bilim, nə hansı nahiyəsində. O ola bilər ki, Down-un əlamətidir. Bizə dedilər ki, gəlin amniosintez eləyək. Məndə biz də fikirləşdik ki, yəni 6 aylıq böyük uşaqdır da, yəni balaca olsa heç buna nə olsa da mənasızdır. O yüzden bahalı bir prosedürdür ki, yəni biz də dedik ki, yox, lazım deyil, da nədirsə odur. Sizə deyim ki, yəni o yanlış da çıxa bilir. Çünki çox var ki, müsbət çıxır, amma uşağı sağlam da olur. Hə, yəni bizdə də kölgə görmüşdü, yəni Allaha şükür ki, yəni heç bir problemi olmadı da, yəni genlə bağlı. Mən uşağın üstündə də həkim məsləhət görüb, amma yəni heç etdirməmişəm. Olsa insan üçün nə önəm var ki, Yəni də. sağlam olmasa onu tələf edib bizə haqq qazandırmır ki. Yəni düzdür. Siz yenə bəlkə də lap təzə ilkin vaxtlarda olsa o qədər dərk eləmirsən də, bəlkə də heç onun o qədər fərqinə varmırsan, amma uşaq böyüyəndən sonra o eləsən də mənasızdır da. Bilmirəm də indi nə bilim. Həkimlər yəqin ki, bu yolu pul qazanmaq vasitəsi kimi eləyirlər. Elədir. Sonra baxaq bu korelyativ dəyişkənlik. Biz bunu yəni keçən dərs sizə keçdik. Yəni bir gen bir neçə əlamətə təsir edir. Məsələn, belə dəyişkənlik korelyativ, yəni nisbətli dəyişkənlik adlanır. Bu deməli, məsələn, deyirik ki, tükləri seyrək olan itin dişləri də zəif olur. Yadınızdadır, bu haqda danışdıq. Aha, bəli, yadıma gəlir. Yanlarında lələk olan göyərçinlərin barmaqlar arasında pərdə də olur, üzmə pərdəsi olur. Və yaxud da uzun ayaqlı quşlarda boyun da uzun olur. Qırmızı turpun yarpaq damarları da qırmızı olur. Bu isə deməli, həmin o korelyativ dəyişir. Yəni bir gen bir neçə əlamətə təsir edir də. O iki əlamət, məsələn, o bir dənə genlə idarə olunur. Deməli, ümumiyyətlə götürdükdə irsi dəyişkənliyin bütün formalarına baxdıqda ya genin, ya da xromosom yığımının, ya da xromosomların dəyişilməsi ilə baş verir. İndi baxaq populyasiya genetikasına. Populyasiya genetikası, deməli, burada biz Van Heimberg qanunundan danışacağıq. Hansı ki, bu qanun təbiətdə özünü doğrulda bilmir. Sadəcə olaraq, yəni yazı üzərində qalıb, ancaq biz də ondan istifadə edirik. Yəni kitabda da o keçir. Hardy-Weinberg qanunu. Yəqin ki, yadınızdadır belə bir adı. Adı yadıma gəlir.
Yəni Hardy-Weinberg qanununun deməli təbii şəraitdə özünü doğrultmur. Çünki o elə şərtlər qoymuşdu ki, o şərtdə təbii deməli şəraitdə bunlar heç vaxt özünü doğrulda bilmir. Hardy-Weinberg deyirdi ki, populyasiya böyük olmalıdır, genlər təsadüfi birləşməlidir, mutasiya baş verməməlidir, genlər üçün əlverişli və əlverişsiz seçmə olmamalıdır və növün fərqlərinin başqa bir populyasiyalara miqrasiyası baş verməməlidir. Bu isə mümkün deyil. Yəni mütləq ki, mutasiya baş verir, əlverişli və əlverişsiz seçmə olur, növlərin, fərdlərin bir populyasiyadan digərinə miqrasiyası baş verir və genlər də bəzən təsadüfi bir-biri ilə birləşə bilib yeni bir əlamətlər meydana gətirə bilirlər. Ancaq buna baxmayaraq yenə də bizim kitablarda bundan istifadə olur və hətta sizə deyim ki, hər il imtahana da bundan sual salınır. 3 ildir Doğrudur. qabaqdan sual salınır. Yəni mütləq ki, bəlkə də bu ildə yenə də salına bilər. Yəqin kiminsə xoşuna gəlir bu mövzu. Ümumiyyətlə bizim yəni təhsil sistemimizdə hansı gerçəkdə doğru deyilsə, onlara daha çox önəm verilir. Məsələn, Darwindir, bu Hardy-Weinbergdir, sonra yerin əmələ gəlməsi haqqında fərziyyələrdir. Baxın, ən çox suallar buradan düşür. Populyasiya nədir? Populyasiya bilirik ki, yəni arealın müəyyən bir hissəsində uzun müddət yaşayan, sonra həmin növün digər fərdlərindən nisbətən tədric olunan, sərbəst sərfazlaşan bir fərdlər cəmidir. Baxın, biz bunu keçəcəyik, təkamül təlimini keçəndə populyasiya haqqında ayrıca keçəcəyik. Yada salmaq üçün deyim ki, məsələn, növün arealı olur da, növün yaşadığı bir sahə olur. Aha. Həmin sahənin içərisində bir də var, növ populyasiyalar şəklində, qruplar şəklində yaşayır. Bax, bu, məsələn, biz bir insan olaraq bu dünyada yaşayırıq da, bu bütöv dünyaya, amma bu dünyada qrup, məsələn, tutaq ki, Azərbaycanlılar burada yaşayır, Ruslar burada. Baxın, belə də, yəni, sanki müəyyən bir növün areal daxilində də fərdlər özür qruplar şəklində yaşayırlar və digər qruplarda nisbətən tədric olunurlar. Yəni, çox qarışmırlar, amma qarışa da bilirlər. Amma Hardy-Weinbergə görə qarışmamalıdır, aralarında çarpazlaşma olmamalıdır. Populyasiyanın deməli, baş verən o genetik qanuna-uyğunluqlar populyasiyanın genetikası adlanır və populyasiyada Hardy-Weinberg deyirdi ki, allellərin rast gəlmə tezliyi, yəni genlərin rast gəlmə tezliyi, dominant və resessiv genlərin rast gəlmə tezliyi cəmi 1-ə bərabərdir. Yəni, əgər burada P ilə işarə olub, yaxud A da ola bilər, B də işarə edə bilər, böyük dominant gendirsə, Q də resessiv gen olarsa, bunlar deməli toplayanda 1 verəcək. Və populyasiyada və yaxud da bu şəkildə, baxın, P kvadrat plus 2PQ plus Q kvadrat bərabərdir 1-ə. Burada P homozigot dominant genotipli fərdlərin rast gəlmə tezliyidir. Q kvadratı burada homozigot resessiv genotipli fərdlərin rast gəlmə tezliyidir. PQ isə heterozigot, yəni dominant genotipli fərdlərin rast gəlmə tezliyidir. Və əgər biz, məsələn, homozigot dominant genotipli fərdlərin rast gəlmə tezliyini bilməklə həm heterozigotları tapa bilərik, həm homozigot resessivləri tapa bilərik. Eyni zamanda digərini bilməklə, yəni digər indi baxacaq onlara da tapa bilərik. Bu, deməli, Hardy-Weinberg qanunudur ki, bayaq dedim, yəni hansı şərtlər daxilində özünü doğruldur. Yəni, deyir ki, populyasiya böyük olmalıdır, miqrasiya olmamalıdır, təsadüfi şəkildə baş verən sərbəst sərfazlaşma olmalıdır, mutasiya olmamalıdır, seçmənin təsiri olmalıdır. Bu isə mümkün olan bir şey deyil. Yəni, mütləq ki, təbiətdə olur. İndi baxaq. Bax, deyir ki, 2000 fərddən ibarət olan bir populyasiyada 180 fərd resessiv əlamətə malikdir. İllər sonra bu populyasiyada resessiv əlamət geni daşıyan fərdlərin rast gəlmə tezliyini tapın. Baxın, burada yaza bilmirəm deyə yazmışdım.
Baxın, 2000 fərd əgər 100%-dirsə, biz onda baxırıq ki, 180 neçə faiz olacaq? 180 x-dir, o da 9% olur. Deməli, əgər 180% resessiv əlamətə malikdirsə, Aha. bu o deməkdir ki, 180 fərd kiçik A, kiçik A-dır. Yəni Mhm. resessiv əlamətdir də kiçik. O zaman biz 9%-i çeviririk. Yəni kiçik A neçə oldu? 0,9. Mütləq Mhm. faizi ədədə çevirməliyik. Buradan da A-nı tapanda, qoy bunu sizə mən göstərim. Buradan da A-nı tapsaq, olur 0,3. Əgər kiçik A 0,3-dürsə, biz onda A plus kiçik A bərabərdir 1-dən böyük A-nı tapırıq. O zaman böyük A da 0,7 olacaq. Yəni bunun rast Mhm. gəlməsi 0,7. Böyük A da onda olacaq 0,7-ni vuracaq 0,7, 0-dan 49. Yəni 49%. Aha. O zaman 49% budur. Kiçik də bu 9. Aha. Bizdən soruşur ki, resessiv əlamət genini daşıyan, baxın, resessiv əlamət genini daşıyan bir bu kiçik A-lardır, bir də bu böyük A, kiçik A-lardır. Görürsünüz, ikisi Aha. bizə təhsil desəydi resessiv əlamətə malik fərdlər, biz Aha. onda təhsil bunu götürəcəkdik. Amma bizim Mhm. resessiv əlamət genini daşıyırsa, o zaman həm bu kiçik A, kiçik A-lar, həm də böyük A, kiçik A-lar. İndi böyük A, Aha. kiçik A-nı da düsturumuz var idi də bayaq. Nətər yazmışıq? 2. Aha. 2 böyük A, kiçik A. Buradan yenə yerinə qoyuruq. 2 vursun 0,7 vursun 0,7, 0-dan 42. Bu 40, 0-dan, yəni bu 42%-dir, bu da 9%. Mhm. Toplamda 51% eləyəcək. Baxırıq indi 2100%-dirsə 51%-dir x, o da 1020. Mhm. Yəni 1020 dənə resessiv əlamət daşıyan fərdlər olacaqdır. Aydın oldu? Aha. 1020. Aha. Tamam. Aydındır müəllimə. İndi bura baxaq ondan. Qurbağa populyasiyasında 420 tün 80 açıq rəngli qurbağa olarsa, o zaman deməli heterozigotların rast gəlmə tezliyini, bunu bəlkə özünüz yazın. Burada ümumiyyətlə tünd rəng açıq rəng üzərində dominantlıq eləyir. Mhm. Yəni tünd rəng dominant əlamətdir, açıq rəng resessivdir. İndi deyək ki, heterozigotların rast gəlmə tezliyi. Bir dənə yazın görək, yəni bəlkə başa düşməmişsinizsə düzdür. Tamam. 42 ədəd, 420 ədəd tündür. 420 ədəd. Biz birinci faiz dərəcəsini tapaq müəllimə. 420 + 80 ümumi 500 dənədir də, hə? 500-ün 100%-dirsə, məsəl üçün birinci açıq rənglər, tünd rənglər şeydir də, Dominantdır. dominantdır, Aysa. Dominantsa onda bizə heterozigot bunları tapaq. Birinci 80-i tapaq ki, 80 nə qədərdir? Burada Bunu tapın hesab 16% eləyir. Aha, 16%, tamam. Onda 0 A-lar 16%-dirsə, A 4-dür. Deməli. Sonra nəyi tapırdıq? Hə, sonra böyük A-ları tapmalıyıq. Böyük A-lar bizə onsuz da 420 ədəddir. İndi bunun da faiz şeyini tapmalıyıq da, düzdür müəllimə? Bax, burada bir dənə bax, kiçik A-nı tapdınız da 0,4. Aha. Bax, bu 0,4-ü biliriksə, böyük A-nı da A plus A bərabərdir 1-dən tapırıq. Yəni, Hə, tamam. bu zamanda 0,6. A plus balaca A bərabərdir 1. Tamam. Onda böyük A bərabərdir 1 0. 0,6. Hə, 0,6. Böyük A-nı da bildik, artıq heterozigot bunlar. Aha, bəli. 2 böyük A balaca A. Birdən tapırıq. Deməli, Bəli. 48%. 0-dır. 0,6, o da 0-dan %48. Bu da elə bunu soruşur da, düzdür? 48. Hə, Mhm.
Hı. Yaxşı. İndi buna baxaq. Dişi və 114 erkək kərtənkələ. Populyasiya. X cinsi xromosom. Y cinsi xromosom. Baxın, birdən yadda Say nisbəti soruşur da, düzdür? Aha. Yadımıza salaq ki, kərtənkələdə necə idi? Dişilərdə X, Y idi. Yəni dişi Bəli. heterogamit idi. Dişilər X, Y idi. Erkəklər XX idi. İndi buna uyğun olaraq biz rahat şəkildə tapa bilərik də. Yəni neçə dənə X var, neçə dənə Y var. Və ümumi populyasiyada soruşur ha. Yəni ümumi populyasiyada bizdən X xromosomları. Gəlin birinci X xromosomlarını tapaq, sonra da Y. Baxın, dişi fərdlər nə qədərdir? 228. 128. 228 dənə bunlarda X xromosomu var. Deyilmi? Çünki bir dənə X xromosomu var da. Erkək 114'dür, amma birində 2 dənə X xromosomu var. Deməli, 114 dənə də 228 dənə nə olacaq? X xromosomu. Aha. Ümumi nə qədər X xromosomu olacaq? 228, 228, 500, 456. Aha, indi Y xromosomu isə bir dənə burada da dişilərdədir. O da neçədir? 228 dənə. İndi 228 dənədir. Deməli 456 o da 228-dən nisbəti 2-də 1 orada olacaq. Yox. Düzdür. Bura baxmayın. Bu buranın nişanəsi o biri şeydən qalmadı bu. Yəni bu yebərli deyil. Sadəcə o birisində yumrudan qalıb ekranda. Tamam, mən də dedim bəlkə də isə səhv elədi. Yox. Aydın oldu. Aha, bəli, müəllim. Deməli, indi baxaq irsi xəstəliklərin öyrənilməsi. Ümumiyyətlə, genetikanın öyrənilməsi təkcə yəni bizim yəni bioloji biliklər deyil, eyni zamanda tibbi biliklərin inkişafı üçün də lazımdır. Məsələn, genetik pozulmalara görə, statistikaya görə hələ 15% uşaq doğulmamış ölür, 3% uşaq doğuş zamanı ölür, 3% uşaqlar böyük yaşa çatmamış tələf olurlar, 20% insan genetik xəstəliklər səbəbindən nicaha daxil ola bilmirlər, yəni ailə qura bilmirlər, 10% ailədə bu səbəbdən uşaqsız qalır. Yəni bütün bunların öyrənilməsi, məhz genetikanın öyrənilməsi də elə tibbi biliklərin inkişafı üçün də lazımdır ki, bunların qarşısı alınır. Bəzi xəstəliklər var, məsələn, Marfan sindromu, polidaktiliya, hansı ki, çox barmaqlılıq. Bunlar autosom dominant tipli xəstəlikdir. Autosom necə? Yəni cinsi xromosomlarla əlaqədar deyil, autosom xromosomlarla əlaqədardır. Bir də var autosom resessiv. Bunlar mesela albinizmdir, fenilketonuriyadır. Bunlar da resessiv olarak ötürülür. Albinizm pigmentsizlikdir, hansı ki ağ insanları olur. Fenilketonuriya isə zuval sindezinin pozulmasıdır. Bundan irəli gəlir. Mesela baxın, bu autosom dominant tipli xəstəliklər deyəndə Marfan sindrom, polidaktiliya, bunlar yəni ancaq böyük ya kiçik ya böyük olanda meydana çıxa bilirlər. Resessiv tipli xəstəliklər isə ancaq kiçik Zeynəb. Ancaq resessiv halda üzə çıxırlar. Yəni nə bu halda heterozigot, nə də ki bu halda olanda yəni biruzə, yəni üzə çıxmırlar. İndi baxaq xromosom mutasiyalarından bəzilərinə. Baxın, xromosom mutasiyalar biz dedik ki, xromosomun sahələrində baş verən
dəyişikliklərdir. Məsələn, 5-ci xromosomun hissəsinin itkisi zamanı, hansı ki, biz dediyi sahə itə bilər. Baxın, bu 5-ci xromosomun hissəsinin itkisi zaman insanda Lejen sindromu və pişik çığırtısı, yəni nəyə görə pişik çığırtısı deyirlər? Çünki uşaq ağladığı zaman elə bil ki, pişik səsi verir. Ona görə bu xəstəliyə bunun adını veriblər. Bu uşaqlar da yəni çox yaşamırlar. Yəni bir müddət yaşayıb sonra ölürlər. Xromosomun hissəsinin köçürülməsi və yaxud da xromosom sahəsinin 180 dərəcə çevrilməsi də leykoz xəstəliyi yaradır. Leykoz da bilirsiniz də qan xəstəliyidir. O da leykozun müəyyən bir formaları yarana bilər. Xromosom sayının dəyişilməsi genom mutasiyalarıdır. Bunlardan da ən geniş yayılanı məsələn Down sindromudur ki, 21-ci cütdə bir dənə artıq xromosom olur. Baxın, biz deyirik ki, hər homoloji hər cütdə 2 dənə xromosom olur da, bilirsiniz. Ancaq 21-ci cütdə bunlarda 2 dənə yox, 3 dənə xromosom olur. O zaman 46 yox, 47 xromosom sayına malik olur bu uşaqlar və Down sindromu yanında. Əlamətləri nədir? Yastı sifət olurlar, sonra kiçik boy olurlar, ağıldan kəm olurlar, qolları qısa olur, göz yarıqları dar olur, meymun ovucu deyilən bir əllərə sahib olurlar, ayaqda baxıb baş barmaq belə aralı olur digər barmaqlardan. Amma bəzən ola bilər ki, Down sindromu insanların sağlam uşaqları dünyaya gələ bilər. Yəni, bunlarda çünki qamət hazırlayarkən, yəni ola bilər ki, sağlam bir qamət əmələ gəldi, normal xromosom yığımına malik və o zaman o elə şəkildə ola bilər. Baxın, Down sindromu necə əmələ gəlir? Baxaq, bu kişidə 44 autosom XY var, qadında da 44 autosom XX var. Və bunlar neynədir? Qamət hazırlayanda kişi 22 plus X hazırladı, bir dənə də 22 plus Y qametini. Qadında isə meyaz prosesi pozulur və qametlərdən birinə 22 yox, 23 düşür, digərinə 21 düşür. Başa düşdük. Yəni, burada 22, burada da 22 olmalıydı. Aydın oldu. Burada da 22 olmalıdır, burada da 22. Amma görürsünüz, biri bura artıq gəldi, burada da bir dənə əskik oldu. Və bunlar da bir-biri ilə birləşir. Birləşəndə görürsünüz, burada 45 plus X, baxın, bu Down sindromlu qız olur. 43 plus, ümumiyyətlə, autosom, xromosom azalırsa, bax, görürsünüz, 22 ilə bu 21 birləşəndə nə oldu? 43 alındı da, 43 autosom, 2 dənə də X yaşamır. Yəni, autosom xromosomun əskikliyi yaranarsa, o fərdlər yaşamırlar. Cinsi xromosom əskik olanda yaşayırlar. Amma autosom xromosomun əskikliyi olarsa, o fərdlər heç vaxt yaşamazlar. Sonra Down sindromlu oğlan dünyaya gəlir, yenə də bu fərd isə yaşamır. Çünki burada yenə autosom xromosom 43 dənədir. 44 olmalıdır axı insanda. Aydın oldu Down necə yaranır? Və Down sindromlu fərd deməli, sonra baxaq, digər bir genom mutasiyasını, bu da deməli, Patau sindromu deyirlər buna. 13-cü xromosom cütündə baş verən, yəni bir dənə xromosomun artıq olması yaranır. Baxın, Down sindromu 21-ci xromosom cütündə 3 dənə xromosom. Patau sindromu 13-cü xromosom cütündə bir artıq olması yaranır. Pataulu sindromu ilə doğulan uşaqlarda bunlarda da yenə üz şöbələrində qüsurlar olur. Eyni zamanda göz almasında, kəllənin beyin hissəsində də qüsurlar olur və ürək kameraların ara kəsmələrində də qüsurlar olur. Bəzən ya olmur, ya bütöv olur ara kəsmələr. Sonra, yəni bu uşaqlar yaşamırlar da, çox bir il çəkməmiş və deməli dünyalarını dəyişirlər. Və sonra Edwards sindromu, bu isə 18-ci xromosom cütünün artıqlığı ilə bağlı. Yəni 18-ci xromosom cütündə bir vahid artıqdır. 2 yox, 3 xromosom olur.
Bu da Edwardus. Yenə bu uşaqlarda baxın şəkildə görürsünüz, kəm ağıllı olurlar, yəni qüsurlu olurlar. Bunlar da uzun müddət yaşaya bilmirlər. Baxın, Down sindromu da Edwardus'dur. Bir də Fatal sindromu. Burada bunlara trisomiyalar deyirik. Nəyə görə? Axı görürsünüz 3 dənə. Yəni xromosomun artıqlığı ilə yaranır. Müəyyən bir cütdə 2 yox, 3 xromosomun olması ilə meydana gəldiyi üçün bu 3 xəstəliyə biz trisomiya deyirik. Aydın oldu. Yəni əgər testlərdə trisomiya olaraq qarşına çıxarsa, biz bilməliyik ki, bunlar Down, Patau və Edwardus sindromudur. Sonra Çerşevski-Turner sindromu, bayaq dediyimiz kimi cinsi xromosomda baş verən dəyişikliklərə qədərdir. Bunlarda 44 dənə autosom xromosom yerindədir. Sadəcə olaraq cinsi xromosomun biri yoxdur. Yəni bunlarda nə təhər olur? 44 dənə autosom üstə gəlinsin bir dənə X. Yəni bu formada olur. Yəni X-in biri olmur. Yəni bunlarda 45 xromosom olur. Bunları diqqətli oxuyasınız, çünki həmişə bunlardan sual düşür. Və bu Çerşevski-Turner sindromu ancaq qadın doğulurlar. Çünki həmişə bir dənə X xromosom olur da, bunlarda Y olmur. Yəni ona görə bunlar həmişə qadın olaraq doğulurlar, cinsiyyət vəzləri zəif olur, boyları qısa olur. Baxın, boyun əzələləri çiyinə qədər genişlənmiş şəkildə olur və qulaqları da nisbətən normadan aşağıda yerləşirlər. Bir də var ki, Klinefelter sindromu. Klinefelter sindromunda isə kişilərdə baxın 44 autosom olur, üstə gəlinsin 2 dənə X xromosomu olur. Yəni normada XY olmalıydı da, eləmi? Amma bunda 2 dənə X var. X, Y. Bu şəkildə olur. Yəni 47 xromosom dəstinə malik olur. Deməli, biz o zaman bizə sual versək ki, hansılarda 47-də? Klinefelterdə, Down'da, Patau'da, Edwardus'da. Bir dəqiqə üzr istəyirəm mənim. Aydın oldu müəllimə. Bəli yazdım. Klinefelter, Patau, Edwards, bir də Down'da. Bir də bunlarda deməli normadan bir dənə artıq olacaq. Maddələr mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklər də var. Məsələn, biz bu karbohidrat mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklər və buna Tay-Sachs xəstəliyi aiddir. Məsələn, bunlar xəstəlik zamanı nə baş verir? Əqli zəiflik müşahidə olunur uşaqlarda. Eyni zamanda bəzən tam hərəkətsizlik ola bilər, orqanlarda çatışmazlıq olur, hərəkət koordinasiyası itir. Daha sonra, məsələn, karbohidrat mübadiləsinin pozulması nəticəsində pankreatitdir, hiperglikemiya, hipoglikemiya, glukozuriya xəstəlikləri məhz karbohidrat mübadiləsinin pozulması nəticəsində yaranır. Yəni, şəkərli diabet, bir şəkərin aşağı olması, glukozuriyada sidikdə şəkərin olmasıdır. Bunlar məhz karbohidrat mübadiləsinin